Sual verirlər ki, niyyəti dəyişmək orucu pozur yoxsa yox. Niyyət yəni, sən axşamdan niyyətin olub ki, sabah oruç tutacaqsan. Bilirdin ki, sabah oruç tutacaqsan. Oruç tutmusan. Gün ortadır, birdən deyirsən ki, bəlkə tutmayayım, bəlkə yiyeyim, tərəddüd edirsən. Bu bir. İkinci hal, tutmuram. Fikirləşdin ki, yemək yiyəcəm. Oruç pozulur. Niyyət orucu pozur. Amma birinci hal, tərəddüd edirdin, yiyeyim yoxsa yox, inşallah pozmur. Düzdür, əylər var, amma inşallah pozmur. Amma niyyətində olsa ki, oruclu halda ikən ki, yox, mən tutmuram, mən yiyəcəm. Onda orucu pozur. O günü qəza eləyəcəksən. Ona görə niyyətdə də ehtiyatlı olun. Nəinki yemək içmək, hətta niyyətdə olsa orucu pozula bilər. Ona görə ehtiyatlı olmaq lazımdır.